Իսկին Artsaq ասում։ Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistləri onun sözlərinə görə Azərbaycana məxsus Qarabağı Artsaq adlandırdıqlarına görə danlayıb. Իսկին Uzun harçınım, իսկին Artsaq asım uzun. Mənə maraqlıdır. Bəs niyə Artsaq deyirsiniz? Onda niyə inciyirsiniz ki, kimsə Ermənistan Respublikasının bəzi ərazilərinə Azərbaycan adları verir? Məsələn, Sevan başqa cür adlandırılır. Ona görə ki, siz hamınız siyasiləşmişsiniz və hamınız iddialı tələblər irəli sürməyə davam edirsiniz. Bəli, mən də sizi kimi düşünürdüm. Səhv etmişəm. Belə olan halda xahiş edirəm ki, hansısa bir ölkədə kimsə Yerevana, Erivan, Yesevana başqa söz deyəndə özünüzü pis hiss etməyin. Jurnalistlərin Sevan Ermənistanındır replikasına cavab olaraq Alen Simonyan Qarabağda Azərbaycanındır deyib. Simonyan deyib Ermənistanın qonşularına qarşı ərazi iddiaları olmamalıdır və yoxdur. Onun sözlərinə görə hazırda Ermənistanın siyasi məkanında iki gündəm mövcuddur. Sülh və müharibə. Hakim vətəndaş müqaviləsi başqa ölkələrə qarşı iddiaları olmayan sülh partiyasıdır.